незримых ангелов. Bir ara qızlarımla Almaniyada evlərə baxmağa çıxdım. Çünki 3-cü evdir ki qururam. Lap o misalda deyildiyi kimi oldu. Birinci evi düşməninə ver, ikinci evi sat, üçüncü evi özün üçün qur deyirlər. İndi qızlarımla 3-cü evi qururam. Məsələn, bu evdə bax bu nəsnə mənim diqqətimi cəlb etdi. Baxın, görün necə bir divar quraşdırıblar. İlk diqqətimi çəkən kiçik evlər və onların şirin həyətləri oldu. Çünki bu evlər elə bir qeyri-adi bir ab-hava verir insana, əhval-ruhiyyə verir. Ev necə bir yerdir? Sənin əsas enerji aldığın və sənin sən olduğun yerdir. Əlbəttə evin böyüklüyü kiçikliyindən asılı deyil. Bu yenə insanın özündən asılıdır. Çünki o evə ab-hava verən sənsən. Beləliklə bütün hər şeyin daşıyıcısı kimdir? İnsan. O evə ev ab-havası verən də sənsən, o ölkədə o sistemi quran da sizsiniz və beləliklə hər şey kimdən asılıdır? Bizlərdən. Almaniyada evlər söhbəti isə davam edəcək.